Salam müəllimlər və abituriyentlər. Bugün güvən test tablosu 2025-ci il orta sürət bölməsinin C variantının izahına baxırıq. Gəlin birinci sualdan başlayaq. Durğun sudakı sürəti 10 metr bölü saniyə olan motorlu qayıq çayın axını istiqamətində bərabər sürətlə hərəkət edərək 480 metr məsafəni 40 saniyəyə gedir. Qayıq çayın axınının əksi istiqamətində həmin məsafəni nə qədər vaxta gedər? Durğun sudakı sürət bilirik ki, qayığın öz sürətidir. Yəni durğun su nədir? Burada çayın sürəti yoxdur, suyun sürəti yoxdur. Buradakı sürət qayığın öz sürətidir. O da 10 metr bölü saniyəyə bərabərdir. Bunu qeyd etdik. Daha sonra deyir ki, çayın axını istiqamətində bərabər sürətlə hərəkət edərək 480 metr məsafəni 40 saniyəyə gedir. Sonra həmin qayıq hərəkət edən suyun üzərində başlayır getməyə. Baxaq görək belə olan halda qayığın sürəti nəyə bərabər olur? Bilirsiniz də qayıqdır, yəni çaydır, eskalator məsələlərində eskalatorun, çayın sürəti həmin o insanın və yaxud da qayığın sürətinə təsir edir. Avtomatik buradakı onun durğun sudakı sürəti dəyişəcək. İndi 480 bölünsün 40, o da edir 12. Demək ki, həmin o qayığın hərəkət edən suda sürəti oldu 10. Baxın 10-dan qalxdı 12-yə və bu qayıq çayın axını istiqamətində hərəkət edir. Bilirsiniz ki, çayın axını istiqamətində əgər qayıq hərəkət edərsə, onda yerdəki müşahidəçiyə nəzərən və yaxud da yerə nəzərən sürətlər toplanılır. İndi sizcə qayığın normal sürəti 10 imiş. Çayla eyni istiqamətdə gedəndə sürəti olub 12. Yaxşı, onda çayın sürəti nəyə bərabər imiş? Deməli, çayın sürəti də 2 imiş ki, 10-la 2 eyni istiqamətdə gedib toplanılıb olub 12. Vəssalam, çayın sürətini tapdıq 12. İndi bizə deyir ki, qayıq çayın axınının əksi istiqamətində həmin məsafəni nə qədər vaxta gedər? Bu qayığın sürəti 10 idi. Çayın sürəti 2-dir. Əgər əksi istiqamətdə getsə çıxırıq da, elə deyilmi? Bu səfər 10-dan 2-nin çıxacağıq, olacaq qayığın çayın əksi istiqamətində hərəkət sürəti 8. Tapdıq ki, bax, qayığın çayın əksinə hərəkəti olacaq 8 metr bölü saniyə. Vəssalam, indi deyir ki, bu qayıq həmin məsafəni nə qədər vaxta gedər? Həmin məsafə deyəndə bu 480 nəzərdə tutur. S bərabərdir VT, T-ni istəyir bizdən, T bərabərdir S bölü V, məsafə 480-dir. Tapdıq ki, çay axınına gedəndə sürəti 8 olub. 480-i böləndə 80-ə nə eləyir? 60. Vəssalam, 1-ə olacaq Y variantı. Sonra gəlirik ikinci suala. 2. 600 metr yol gedən maşının orta sürəti 20 metr bölü saniyə olub. Yolun ilk 1/3 hissəsini 12 saniyə ərzində gedən bu maşın yolun qalan hissəsini nə qədər vaxta gedər? Deməli, ümumi gedilən yol 600 metrdir. Buradakı sürət də 20-yə bərabərdir. Demək ki, tapaq görək ümumi bu nə qədər zamana gedib? T bərabərdir S bölü V, elə deyil. T bərabərdir S bölü V. Ümumi yolumuz 600-dür. 600. Qayıq da bu 600-ü 20 ilə gedir. Bax, deyir, orta sürət 20-dir. İxtisar gedir, burada qalır 30. Deməli, ümumi 30 saniyəyə gedir. 3-dən 2-sin, baxın, yolun 3-dən 2-sin 12 saniyəyə gedib, qalan hissəsi 3-də 2-dir da. Bu 30-dan mən 12-ni çıxsam, qalan zamanı tapa bilərəm da. O da nə eləyir? 18 eləyirmi? Deməli, bu da olacaq 18. 2 də olacaq C variantı. 3. Motorlu qayıq çay axınının əksi istiqamətində bərabər sürətlə hərəkət edərək 24 kilometr məsafəni 3 saata gedir. Çay axınının sürəti 2 kilometr bölünsün saat olarsa, qayıq həmin məsafəni çayın axını istiqamətində nə qədər vaxta gedər? Deməli, çay axınının əksinə gedirsə bu qayıq 24 kilometr məsafəni 3 saata gedir. Baxaq görək bu qayığın çayın əksinə gedəndə sürəti nəyə bərabər imiş? Deməli, bizə deyir ki, 24-ü böl, T bərabərdir 24 S sürət lazımdır. V bərabərdir S böl T. Eləmi? S-imiz nədir? 24. Heç çevirmə ehtiyacı yoxdur. Çünki hamısı kilometrlərlə və saatlarla verilib. Bölürəm 3-ə nə eləyir burada? 24-ü 8. Deməli, bu qayığın sürəti 8-ə bərabər imiş. Çay axınının əksinə olanda.
Və deyir ki, çayın axın sürəti də 2-dir. İndi dostlar, əgər çayın axın sürəti 2-dirsə, motorlu qayıq da çayın axınının əksinə tapdıq ki, 8 ilə gedir. Onda bu qayığın durğun sudakı sürəti nəyə bərabər olar? Yəni öz sürəti nəyə bərabər olar? Əksinə gedirsə demişdik, nə edirik? Çıxırıq. Neçəymiş ki, ondan 2-ni çıxmışıq, 8 qalıb. 10 imiş da. Deməli bu qayığın durğun sudakı sürəti ona bərabər imiş ki, əks istiqamətdə gedib deyə çay onun sürətini azaldıb. Çayın sürəti 2-dir. 2 vahid azaldıb onu, alınıb 8. Deməli vəssalam, bizə əsas burası lazım idi. Tapdıq ki, qayığın sürəti 8-ə bərabərdir. İndi bizə deyir ki, bəs qayıq 2 km/saat olarsa, qayıq həmin məsafəni çayın axın istiqamətində nə qədər vaxta gedər? Çayın axın istiqaməti odur ki, yəni sən qayığın sürəti ilə çayın sürətini topla. Eyni istiqamətdə gedəndə toplanılır. Çayın sürətini tapdıq 2, qayığın durğun sudakı, yəni öz sürətini tapdıq 8. 8 plus 2 nə verəcək bizə? 10. Deməli, baxın, bu hərəkət üçün, bu axırıncı şərt üçün qayığın sürətini 10 götürəsiz. Həmin məsafənin deyir nə qədər müddətə gedir? Yenə T bərabərdir S böl V. S bölünsün V. S'imiz nə idi? 24. 24 bölünsün 10. Eləmi? Neçə tapdıq? 8, 2. Aha, həmin çay axını istiqamətində, həmin məsafəni çay axını istiqamətində nə qədər vaxta gedər? Bircə dəqiqə. Çayın axınının əksi istiqamətində bərabər sürətlə hərəkət edərək 24 km məsafəni 3 saata gedirsə, bunun sürəti 8-dir. Əksi istiqamətdə gedəndə çıxırıq deyə 8, 2, burada 6-dır. Aha, 6. Əksi istiqamətdə gedəndə axı çıxılır. Deməli, 6, 24-ü 6-ya böləndə nə qalacaq? 4. 24-ü 6-ya böləndə 4 qalır. 4 yoxdur cavabda. Niyə görə səhv alındı və yaxud da biz nəyi səhv elədik? Motorlu qayıq, bir də bax. 3-cü sualda motorlu qayıq çayın axınının əksi istiqamətində bərabər sürətlə hərəkət edərək 24 km məsafəni 3 saata gedir. Çayın axın sürəti 2 km bölünsün saat olarsa, qayıq həmin məsafəni çayın axınının əksi istiqamətində nə qədər vaxta gedər? Deməli, motorlu qayıq çayın axınının əksi istiqamətində, baxın, bərabər sürətlə 24 km məsafəni 3 saata gedir. Görək bu çayın əksi istiqamətində gedəndə qayığın sürəti nəyə bərabər olub? 24 bölünsün 3 olacaq. Elə deyil, S böl T-yə görə 24 bölünsün 3. Bu da bizə verir 8. Kilometr bölünsün saat. Deməli, baxın, bu qayığın çay axının əksinə sürəti 2 imiş. Və deyir ki, çayın axın sürəti özü 2 km bölünsün saat olarsa. Belə bir sual verim sizə. Əgər indi biz bunu əsasən qayığın öz sürətini, yəni durğun sudakı sürətini tapmış oluruq da. İndi, əgər bu qayıq çayın axınının əksi istiqamətində gedəndə sürəti 8 olursa, çayın sürəti də 2-dirsə, bu qayığın öz sürəti nəyə bərabər olar? 10-a bərabər olar da. Yəni, demək ki, bu qayığın normal sürəti 10 imiş ki, o 2 km/saat sürətlə hərəkət edən çayın axınının əksinə gedəndə onun sürəti 2 vahid azalıb olub 8. Çünki biz bilirik də qayıqdır, eskalatordur, bu məsələlərdə əgər eyni istiqamətdə olarsa toplayırıq, yəni bir-birinin sürətinə dəstək verirlər də bir növ. Amma əks istiqamətdə olarsa çıxırıq, yəni bir-birinin sürətinə mane olurlar. Qısa bir düşünün də, siz qayıqla çay axınının istiqamətində getsəz sürətiniz artar, yoxsa çayın axınına hərəkət edəsəz, müqavimət göstərsəz, sürətiniz daha çox olar. Təbii ki də sürətiniz əksinə gedəndə azalar. Deməli, buna əsasən tapdıq ki, bu çayın, yəni qayığın normal sudakı, durğun sudakı sürəti 10 metr/saniyə bərabər imiş. İndi deyir ki, qayıq həmin məsafəni çayın axının istiqamətində gedərsə, baxın, indi əgər qayıq çay axının istiqamətində gedərsə, onun öz durğun sudakı sürəti ilə çayın sürəti toplanılır. Eyni istiqamətdə olanda toplanılır, çünki dəstək verir bir-birinə. Tapdıq ki, qayığın öz sürəti 10 imiş, çayın sürəti də 2-dir. Deməli, toplamda bizim
bu hərəkət ikinci baxın bu son şərt üçün sürətimiz 12-yə bərabər olacaq. Bunu təyin elədiksə buranı təmizləyirəm. Sürəti yazıram 12. Və əssalam deyir ki, həmin məsafəni nə qədər vaxta qət edər? T bərabərdir S bölü V-dir. Çünki bizdən vaxtı istəyir. Həmin məsafə 24-dür da. 24 bölünsün. Sürəti nə tapdıq? 12. 24-ü 12-yə böləndə cavabımız nə olacaq? 2. Və əssalam. Deməli cavabımız 2 C variantı olacaq 3-də. Dördüncü suala baxırıq. İki cisim yerə nəzərən və sürətləri ilə hərəkət edir. Yerə nəzərən və sürətləri ilə hərəkət edir. V1, V2 sürətləri ilə. İkinci cismin birinciyə nəzərən sürəti hansı istiqamətdə yönələr? Ümumiyyətlə, yəni biz bilirik ki, bunlar bir-birinə perpendikulyardır. Yəni əgər sürətlə vektorlar, sürət olsun, istəyir qüvvə olsun, bunlar bir-birinə perpendikulyar olanda belə bir qaydamız var da, onların əvəzləyici bu istiqamətdə yönəlilirdi. Bu hamısı üçün belədir. İndi burada da bunların bu istiqamətdə yönələr də perpendikulyardır deyə. Sonra 5-ci suala baxırıq. İki cismin koordinatının zamandan asılılıq qrafikləri verilmişdir. İkinci cismin birinci cismə nəzərən sürətinin proyeksiyasını hesablayın. Gəlin birinci və ikinci cismin sürətlərini tapaq. Birinci cisim budur. Eləmi? Baxın, budur. Səhv görmürəmsə. Birinci cismin sürətini tapsam, bu xətli bərabər sürətli hərəkətdir deyə, burada sürətin düsturu x çıx x0 bölünsün t-dir də. X minus x0 böl t. Buradan bizim son koordinatımız 30'dur, başlanğıc koordinatımız 12'dir. Yəni 30-dan 12-yə 15'dir. 30 çıx 15 bizə verəcək elə 15-in özün. 15. Neçə saniyə bu iş görülüb? 5 saniyə. Bunu tapdıq 3. Deməli yazıram ki, V1 bərabər imiş 3-ə. V1 bərabər oldu 3-ə. İndi gəlin V2-ni də eyni qaydadan tapaq. X minus x0 böl t. V2 də budur. Baxın bu. X neçədən elə bir 0-dan 30-a gedib. 30 çıxılsın 0 bölünsün 5. Yenə 30 bölünsün 5 bizə nə verir? 6. Və əssalam, birinci cismin 6. Birinci cismin sürəti 3-dür, ikinci cismin sürəti 6-dır. Bizə ikinci cismin birinci cismə nəzərən istəyirsə V2 1-dir. V2 1 yazırıq, V2 çıxılsın V1. Yəni 6 çıxılsın 3. 6-dan 3-ün çıxanda bizə nə verəcək? 3. Cavabımız olur 3 C variantı. Sonra gəlirik 6-cı suala. İki cismin koordinatının zamandan asıllıq qrafikləri verilmişdir. İkinci cismin birinciyə nəzərən sürətinin proyeksiyasını tapın. Yenə dostlar, bu səfər burada yenə sürətləri tapırıq. Gəlin birinci cismin sürətini tapaq. V1 bərabərdir. Yenə bərabər sürətli hərəkətdir. V1 bərabərdir. X minus x0 bölünsün t olacaq. X minus x0 böl t. Buradan baxın birincində x son koordinat 40-dan gəlib 4 saniyə ərzində 0-da durub. Yəni 0 çıx 40 bölünsün neçə? 4. O da mənfi 40, mənfi 10. V2 isə yenə eyni düsturla V2-də də amma mənfi 20-dən 0-a gəlib. 0 minus mənfi 20 bölünsün 4. Bu müsbət 20 olub. 20 bölü 4 5. Müsbət 5. Bizdən ikinci cismin birinciyə nəzərən, yəni V2 1. V2 çıx V1. 5 çıxılsın mənfi 10. Bu da bizə verəcək müsbət 15 metr bölünsün saniyə. O da D variantı olacaq. Sonra gəlirik 7-ci suala baxırıq. Düzxətli hərəkət edən iki cismin sürətinin proyeksiyasının zamandan asılılıq qrafikləri verilmişdir. İkinci saniyənin sonunda A cisminin B cisminə nəzərən sürətini hesablayın. Gəlin, baxın. Ümumi buradan biz A cismi üçün təcili tapa bilərik. Bu yuxarıdakı hal üçün təcil. Görür ki, bərabər təcilli hərəkətdir. Bunu buradan tapsam əgər yuxarıda A bərabərdir V minus V0 böl T'dir. Və görürük ki, 5 saniyə ərzində 15-dən 0-a gəlib bu cismin sürəti. Yəni, onda təcil bərabər olacaq 0 minus 15 neçə saniyə? 5 saniyə böl 5. O da bizə mənfi 3 verir. Deməli, bu cismin təcili mənfi 3-ə bərabərdir. Amma aşağıda B cisminin, bura AA yazıram, yəni A cismi. B cismin düzxətli bərabər sürətləri hərəkət edibdir. Onun vəbşəm təcili yoxdur. Mən gətirib, baxın, A cisminin ikinci saniyə sonunda sürətini tapa bilərəm.
Necə tapım? Yenə A bərabərdir V minus V0 böl T'dir. Yəni bizim düsturumuz belədir də, bilirik. V bərabərdir V0. Bu hərəkət x ox istiqamətində yavaş yanda birbaşa işarəni qoyuram. Mənfi AT-dir. Bizdən V-ni istəyir. V0'ımız nə qədərdir? 15. Çıxılsın. Təcili tapdıq 3. Vurulsun. T-nin nə qədər deyir? 2-ci saniyə. Yəni 2 saniyə. 15 çıxılsın 6 bizə verir 9. Tapdım ki, mənim V1'im 9'a bərabərdir. VA yazıram. Yəni VB-mi isə onsuz da bu bərabər sürətli hərəkətdirsə, bunun sürəti -5-dirsə əgər, bunun 2-ci saniyə sonunda da sürəti -5 olacaq. Dəyişməyəcək. Və A cisminin B cisminə nəzərən, yəni VAB-ni istəyir. VA çıxılsın VB. 9 minus -5, o da bizə verəcək, bu pluslanır 14. Cavabımız olur 14. B variantı. 8-ci suala baxırıq. Birinci cismin hərəkət tənliyi x1 bərabərdir 3 plus 4t kvadratdır. Buradan görürük ki, bərabər təcil hərəkətdir. İkinci cismin hərəkət tənliyi isə x2 bərabərdir 4 plus 3t kvadratıdır. Şəkillədir. T bərabərdir 2 saniyə. Sonra birinci cismin ikinci cismə nəzərən sürətini tapın. Əgər bizə koordinatın tənliyi verilib və sürəti istəyirsə, biz mütləq bu koordinatın törəməsini tapırıq. Çünki bilirik də V bərabərdir x bölünsün t'dir. Yəni bu qaydaya əsasən deyirəm ki, bu x-in törəməsi x bölü t x-in törəməsi deməkdir də. Yəni x-in törəməsi bizə sürət verir. Bu qaydadır. İndi mən gətirirəm, birincinin törəməsini tapıram, alacam V1-i. V1 bərabərdir nəyə? Elə bil ki, 3 plus 4t kvadratın törəməsi, 3-ün törəməsi 0 eləyir. 4t'nin kvadratının törəməsi də 8t eləyir. Törəmə haqqında yəqin ki, bilirik də. Sabitin törəməsi, məsələn, 1-in törəməsi 0-dır, 2-in törəməsi 0-dır, sabitin törəməsi 0-dır. Dəyişənin törəməsi, məsələn, A-nın törəməsi 1-dir, B-nin törəməsi 1-dir. Nə bilim, 2x-in törəməsi, x-in törəməsi 1-dir deyə dəyişəndir. 2 vurulsun 1, 1 eləyəcək. 4t kvadratın törəməsi odur ki, bu kvadratda yuxarıda 2-ni vurursunuz 4-ə, t-nin üstündəki 2-dən 1 çıxırsınız. Yəni, nə eləyəcək? 4 dəfə 2-nin 8, t-nin üstü 1. Çünki 2-dən 1-in çıxanda 1 qalır, o da yazılmır. V2-nin törəməsi nəyə bərabər olacaq? 4-ün törəməsi 0-dır. 3t kvadratın törəməsi də 6t-yə bərabərdir. Eləmi? A6t-yə bərabər olacaq. Vəssalam, gətirirəm burada t-lərin yerinə. Mən burada niyə 8t almışam? 3-ün törəməsi 0, bu 0-dır, 8-dir. Gətirirəm t-lərin yerinə 2 qoyuram. Çünki məndən 2-ni istəyir. 8 vur 2, 16 eləyir burada. Yəni, V1-imiz bizə 16-nı verir. V2-miz isə 6 vurulsun 2, 12-ni verir. 12. Vəssalam, ikinci cismə birincinin ikinciyə nəzərən verirsə V1 minus V2-dir. Yəni 16 çıxılsın 12 nə verəcək? 4. Bu da Y variantı olacaq. Sonra 9-cu sual sükunət vəziyyətindən 4 metr bölü saniyə kvadratı təcillə şəddilə və təcərcə hərəkət edən başlayan cismin 2 saniyə sonra bərabər sürətli hərəkət edir. Cismin ilk 8 saniyə ərzində orta sürətini hesablayın. Buradan görürsünüzsə, gəlin buradakı boş yerdən yazmağa çalışaq. 9-cu suala baxırıq. Buradan qeyd edirəm. Deyək ki, sükunət vəziyyətdən hərəkətə başlayır. Yəni, V0 0-dır dostlar. Bunu burada qeyd edirəm. Şərtin yanında bildik. V0 0-dır. Çünki sükunətdən başlayırsa, belə olur. Təcil 4-dür. Bərabər təcillə hərəkətə başlayan cisim 2 saniyə sonra bərabər sürətlə hərəkət edir. Deməli, bu cisim 2 saniyə ərzində yenə də təcillə hərəkət eləyib də. Düsturun S bərabərdir. V0t üstə gəlinsin. AT kvadratı bölünsün 2-dir. V0 0-dır. Sükunətdən başlayır dedik. AT kvadratı bölə 2-si qalır yalnız. A-mız nədir? 4-dür. T-miz də ki 2 saniyə ərzində deyir ki 2-nin kvadratı 4 bölünsün 2. 2 ilə bu 4 ixtisar edir 8. Deməli bu cisim həmin o 2 saniyə ərzində 8 metr yol gedibmiş. Sonrakı deyir cisim sonra bərabər sürətlə hərəkət edirsə bu cisim 8 saniyə ərzindəki orta sürətini hesablayın. Baxın, cisim sonrakı 6 saniyə ərzində nə qədər yol getdiyini tapmalıyıq biz. Yəni, bu cisim 8 metr yol gedib. Sonra o 2 saniyə ərzində, sonrakı 6 saniyədə də bərabər sürətlə hərəkət eləyib. Baxaq görək o 6 saniyə ərzində sürəti nəyə bərabər olub? Onu da tapa bilərik də, A bərabərdir V minus V0 böl T. Deməli, 4 bərabərdir, onsuz da V0 0-dır. 4 bərabərdir. V bölünsün
Zamanımız nəymiş? 2. Buradan tapıram ki, mənim V-im bərabər imiş 8-ə. Sürət də 8-dir. Sonrakı bu cisim 6 saniyə, 8 çıx 2, 6 qalır axı. 6 saniyədə də bərabər sürətlə hərəkət edib 6 və 8-in 48 metr yol gedib. Deməli 8 ilə 48-i toplayanda ümumi nə qədər yol getmiş olur bu cisim? 8 ilə 48-i toplayanda 56 metr yol getmiş olur. Buranı təmizləyirəm. Tapdıq ki, cisim ümumi 56 metr yol gedib. S ümumimiz 56-dır. S ümumi 56-dır. Və bizdən nə istəyir? Bu cismin orta sürətini. Orta sürətdə ümumi gedilən yolun ümumi zamana nisbətidir. S-i T-yə bölürəm. Yəni, ümumi zamanımız 8 saniyədir. 56-da yol tapmışam. 56 bölünsün 8, o da bizə verir 7. Deməli, bizim ümumi orta sürətimiz 7-yə bərabər imiş. Cavabımız olacaq Y variantı. Sonra bircə dəqiqə. İndi baxırıq 10-cu suala. Yenə 10-cu sual, yenə sükunət halından